Birinci qrupun sınağına. Deməli 30, sinkin sıra nömrəsi də 25-dir. Sinkin sıra nömrəsi 30-a uyğun yazaq. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D10. 25'e uyğun yazaq. Yenə 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D5. Dördüncü dövr elementidir. İkisi də dördüncü dövr elementidir. P elektronları bütün elektron 40%-ni təşkil edir. P elektronları 6, 6, 12 dənədir. 12 də 30-un 40%-ni təşkil edir. Bura baxırıq. 6, 6-dan da burada 12, 25-in 40%-ni təşkil etməz. Ona görə bu 2 bura aiddir. Normal halda cütləşməmiş elektron yoxdur. Burada hamısı cütləşibdir. Gördüyünüz kimi cütləşməmiş deyilsə 3-ü də bura götürəcəyik. S elektronlar bütün elektronların 32%-ni təşkil edir. 2, 4, 6, 8. 8 bölünsün 25 vurulsun 100. Bu da 32%-dir. 4 də bura düşəcək. Deməli 2, 3, 4, 1. 2, 3, 4, 1 C variantı. Dövr sistemi cədvəlinin müəyyən bir hissə verilibdir. Bu 9-cu element isə, onda bu 8-ci elementdir, bu 7-ci elementdir və Y7-dən 8 vahid çox olacaq 15-ci element. 15-ci elementin qısa elektron formulu 3S2, 3P3-dür. Neçə faizi reduksiya olunubdur? Neçə faizi reduksiya olunub? Deməli, burada 4 yazarıq. Burada 4 yazarıq. Burada 3 yazarıq. Düzələr. 3 kalium, 4 xlor, 4 xlor, 4 kalium. Bir dəqiqə. Bura 3 yazarıq. Belə deyək də. Kalium xlor O-da, oksigen mənfi 2, kalium müsbət 1, xlor müsbət 6-dır. Xlor deməli müsbət 6-dan xlor mənfi 1-ə gedir 7 elektron. Xlor müsbət 6-dan xlor müsbət 7-yə gedir 1 elektron, 7, 1. Xlor mənfi 1 qarşısında 7. Onda bura düşəcəkdir 8. 8 dəfə 3, 24. 7 elektron. 7 düşəcək aşağı yerlərini dəyişməliydik. 7 aşağı, 1 yuxarı. 1 bura düşəcəkdir. 7 bura. Onda bu tərəfə də biz kaliuma görə 8 yazacağıq. 8, 7 və 4, 8. Xlor burada müsbət 5-dir. Müsbət 5. 6 elektron. Müsbət 5. 7-yə 2 elektron. İxtisar gedir. Deməli, burada qalır 3. Burada qalır 1. 1, 3 düşür. 1, 3. Bura 3 yazarıq. Burada 4 yazarıq. Deyək, xlorun neçə faiz reduksiya olunubdur? Xlorun neçə faiz reduksiya olunub? Reduksiya olunub. Baxaq. Yəni ki, xlor müsbət 5 vəziyyətindən mənfi 1 vəziyyətinə gəlmək. 4 dənəsindən biri. Bu da 25% eləyir. Yəni 1 bölü 4 bu 100 bərabərdir 25%. P2O5-in əmələ gəlmə istiliyi 1500 kJ olmalıdır. Amma əmələ gəlmə istiliyi P üstə gəlinsin O2, əmələ gəlir P2O5, 2, 4, 5 bura düşür. Əmələ gəlmə istiliyi 1500-də reaksiyanın istilik effekti 2000-ə bərabər olacaq. Çünki biz Q əmələ gəlmə bərabərdir. Q istilik bölünsün 2 ilə götürürük. Qarşısında 2 olduğu üçün istilikdə 1500 vurulsun 2 olacaq 3000. Deməli, bizdə 5 mola 3000 istilik ayrılırsa 22,4 litr 1 mol sərf olunanda nə qədər olar? Yaxud da belə yazıq 22,4 vurulsun 5-ə nə qədərdir? 22,4-də də x qoyarıq. Bu da eləyəcək 600 C variantı. Molekul sayı 9,3. Vuraq 10 üstü 23-dür. Həcmi istəyir 2. 6,2 vuraq 10 üstü 23 olanda da həcm olur 22,4. Buradan x eləyəcək 33,6. Kütlə CH4-ün kütləsi 16 qramdır. 16 qramda 6,2 vuraq 10 üstü 23 molekul var. 9,3 vuraq 10 üstü 23 olanda da y yazırıq. Bu da eləyəcəkdir 24. 33, 24 bu. Sonra gəldik bu sualımıza. Normal şəraitdə sıxlıq 1,125-ə bərabərdir. Normal şəraitdə sıxlıq 1,125-ə bərabərdirsə, onda bunun molyar kütləsi 1,25 vurulsun 22,4-dür. Bu da eləyər. Deməli, 22,4 vurduq. 1,25-ə 28-ə bərabər olacaqdır. 28.
Qarşının orta molar kütləsini tapın. 28 vurulsun mol miqdarı A, üstəgəl 2A vurulsun CH4-ün kütləsi 16 bölünsün cəm 3A-ya. 28A üstəgəlinsin 32A bölünsün 3A 60. Bu da eləyəcəkdir 20A variantı. 3-ün nə doğrudur? C-nun qatılını 2 dəfə artdıqda reaksiyanın sürəti 2 dəfə artar. Bu reaksiyanın kinetik tənliyin yazısı V bərabərdir K vurulsun C-nun kvadratı vurulsun CO2. CO-nun qatılını 2 dəfə artdıqda reaksiyanın 2-nin kvadratı 4 dəfə artar. Bu səhvdir. Təzyiqi 2 dəfə artdıqda reaksiyanın sürəti 2-nin kvadratı vurulsun 2, yəni 8 dəfə artar. Bu doğrudur. CO-nun qatılığını 2 dəfə artırsaq reaksiyanın sürəti 1 bölünsün 2-nin kvadratı 4 dəfə azalar. O 2-ni 2 dəfə artırsaq 2 dəfə artma baş verəcək və nəticədə 1 bölünsün 2 dəfə azalar. Cavab 2-3D variantı. 7 qram etilen yanarsa hansı ifadələr doğrudur? Bizdə nə qədər yanır? 28 qram. 28 qram yanında 1412 kilocu oldu. 7A-ya da yazaq görək X. X buradan nəyə bərabər olacaq? Bunu sistem tənik kəsir kimi işləsək. Bunu elə bir ki 4 dəfə azaldıqda 14-ün 3 5 3 353 bu düzdür. 353A. Oksigen deməli 3 vurulsun 22,4-ə 1412-dir. 16,8-ə də X-dir. Su molekulu əmələ gəlir. 7A qədər olanda su molekuluna X qoyaq. 28 olanda su molekulu 2Na qədərdir. 2-ni də bölsək 4-ə. Bu səhvdir. Üçüncü cavabları çıxırıq. Birinci cavabı götürəcəyik. Bir dənə ikinci cavabı da hesablayaq. Deməli 16,8 oksigen sərf olunur. Oksigen 28 qram. Belə yazıq. 28 qram yananda 3 vurulsun 22,4-dür. 7 qram yananda X-dir. Bunu belə eləyəcəyik. 67,2-ni bölərik 4-ə. Bu da doğrudur. Cavab 1-2D variantı. Maqnezium yanma istiliyi Q-dür. Yəni 24 qram yandıqda Q qədər istilik ayrılır. 48 qram yananda olacaqda 2Q. Hansı reaksiyalarda xlor yalnız reduksiya olunur? Xlor yalnız reduksiya olunur. Xlor müsbət 5-dən xlor mənfi 1-ə gedir. Yalnız reduksiya olunma buradadır. Burada bir neçə oksidaşma dərəcəsinə keçir. Həm oksidləşir, həm də reduksiya olunur. Burada ümumiyyətcə dəyişmir xlor. Burada da həmçinin. Reaksiya tənliyini tapın. Bu əvəz etmə reaksiyasıdır. Biz əvəz etmə reaksiyasını götürməliyik. Burada bu əvəz etmə deyir, birləşmədir. Bəsit maddə olmalıdır biri. Burada da birləşmədir. Bu parçalamadan da cavab Y variantı. X ekvivalentlidirsə, müsbət 2 oksidləşmə dərəcəsi. Y oksigeni qoyduq mənfi 2. Burada yazarıq A. 2 vurulsun 2 üstəgəl A vurulsun 2 çıxılsın 14 bərabərdir 0-a. A 2A çıx 10 bərabərdir 0. A da bərabərdir müsbət 5. Bütün hibrid orbitalların cəmini müəyyən edin. Bu SP-dir. Bu da SP birləşmədir. Bu SP2 birləşmədir. Bu da SP2 birləşmədir. 2 üstəgəl 2 üstəgəl 3 üstəgəl 3. Cavab elədi 10. X birinci qrup elementi isə 1 valentli. Bu da 6-cı qrup elementi isə 2 valentliyini götürürük. X2Y. Hansı birləşmə əmələ gətirəcəkdir? Təbii ki, iyon rabital birləşmə. Çünki biri metal, biri qeyri-metaldır. Sudan oksigenin alınması kimyəvidir. Dəmirin əriməsi deyil. Neftdən benzinin alınması. Neftdən benzinin alınması distillədir. 2-4B variantı. Birləşmədə X-in kütlə payının azalma sırasını tap. X-in kütlə payı. Bunun X-in kütlə payı olacaqdır. 3X bölünsün. 3X üstəgəlinsin 4Y. Burada 2X bölünsün 2X plus 3Y. Burada X bölünsün X plus Y. Deməli biz baxırıq ki, bizim burada kütlə payı, təbii ki, X-in kütləsi harda çoxdursa, orada kütlə payımız da çox olacaq. Deməli, dediyimiz qaydayla harda kütlə çoxdursa, X-in kütlə payının azalma sırası ilə deyir. Çoxdan başlayaraq biz gedəcəyik.
Deməli bizim ən çox 1-dədir, sonra 2, sonra 3. Yəni kütlə çoxdursa, deməli kütlə payda çoxdur. Atom modeli verilmiş element üçün hansı ifadələr doğrudur? 2, 4, 6, 8, 10, 2-dən də burada 12. Valent elektron sayı sonda 2 dənəsi yerləşdiyi üçün 2, düzdür. Protonu səhvdir. Cütləşməmiş elektron yoxdur. 12-ci elementdə 3, S2, bəli, cütləşməmiş elektron yoxdur. Bu metaldır, bu yanlışdır. Deməli 77 A variantı. 76-ya bir dənə qaydaq. 76-da cavab olacaqdır. Bizə deyir azalma sırası ilə düz. 3 azalma sırası ilə düz deyirsə 3, 1, 2. Baxın buna yoğunlaşdırsaq, hər tərəfə tutaq ki 3-ə vursaq da, məsəl üçün bu 3-dürsə, bunu 1,5-ə vururam. Olur 3x plus 1,5-ə vuranda 4,5y, burada olur 3x. Bura 3'ə, hamısını 3'ə gətiririk. Bu cür formada yazsaq, hansında məxrəc ən kiçikdir? Təbii ki, burada məxrəc kiçikdir. Məxrəc kiçiksə reaksiyanın, belə də reaksiya demək, kəsrin qiyməti böyükdür. Sonra bura, sonunda bu hissə. Cavab A. XA olarsa, deməli 2x, burada x2 onun kütləsini yazsaq, m nəyə bərabərdir? 2A plus 16-ya. Aşağıda nə bərabər olacaqdır? M-in yerinə yazacağım. 2A plus 16 üstə gəl. 26 bərabərdir. Y-in kütləsi plus 2S-in kütləsi 64. Buradan da 2A bərabərdir. Y üstə gələk 64 ilə 16, 42. 42-ni çıxsaq, bu eləcəkdir 22. Bizə də Y bərabərdir. Açıq 22, cavab Y variantı 78. 79. Neçədir 78? 79. 5 saniyədə hidrojen görür sürəti tapın. Görək oksigen nə qədər sərf olunub. Oksigen 24-dən 8-ə gəlib. Oksigen 16 qram sərf olunub. Hidrogen nə qədər sərf olunduğunu tapaq. 2 moldan 32 qram oksigendir. 16-ya da yazırım x bərabərdir 1 mol hidrogen sərf olunubdur. 1 mol hidrogen sərf olunursa, hidrogenin görür sürəti tapmaq üçün 1-i bölərik 5-ə, vurarıq 2-yə. Bu da ilə 0,1, 79y. Tarazlıqda onun təzyiqi artırdıqda, təzyiq artırsa, həcmin az olduğu tərəfə yönələcək. Məhsul tərəfdə məhsulun mol miqdarı azalsın. Demək ki, başlanğıc maddə tərəfə yönəlməlidir. Həcmin az olduğu tərəf olsun ki, başlanğıc tərəf az olmalıdır. Burada 3, burada 2. Bu olmaz. Burada bizim 2-dir, burada 4-dür. Cavab elə bu olacaqdır. Deməli, biz təzyiqi artırırsa, həcmin az olduğu tərəfə yönələcək. Bu da deyir, məhsulun mol miqdarı azalan istiqamət. Məhsulun mol miqdarı azaldığı istiqamət sola doğru istiqamətdir. Solda həcmimiz az olmalıdır bu. Cütləşməmiş elektronun sayı x16 2 mənfidirsə, bunun elektron sayı eləcək 18. 18-in üstə 5 gəldik, x müsbət 2. 18-in 5 gəldik 23. Bunun deməli protonu eləyəcək 25 dənə. 25-dirsə bu 4s2, 3d5-dir. Cütləşməmiş elektron sayı 5 dənə. Ümumi elektron da 25. Neçə faizini təşkil edər? 20 faizini. Sonra gəldik digər suala. İkinci dövr, üçüncü dövr elementlərindən bir hissə verilmişdir. X-in valent elektron sayı 5-dir. Deməli bu 5 ayarım qrupudur. Bu 4, bu 3, bu olacaq 2 ayarım qrupu. Bu ikinci dövrdür, bu da üçüncü dövrdür. X verilmə əmrə gətir birləşmənin formulu x 5-ci qrup, y 2-ci qrup 2, x-i götürəcək 3 valentlikdən x3, y3, x2. Proton sayını tapın. Y-in proton sayı 3-cü dövr 2 adırsa, bu 3s2, yəni 12. Vur 3, üstə gəl. Bu da ikinci dövr 5 ayarım qrupudursa, onda olacaqdır 2s2, 2p3, 1s2, 7. 7-ni də vurduq ki, 36-nın üstünə də 14 gələndə eləyər 50. H2SO4-də elektron sayı 1 vur 2, üstə gəl 16, düşürdüm, üstə gəl. Oksigen də 8 vurulsun 4. 18 ilə 32-nin cəmi bu elədi 50. Yəni M-in qiyməti 50-dir. N-in qiyməti 1-i vururuq 2, üstünə də 8 gəldi. Bu da elədi 10. 50-dən də 10-u çıxanda cavab eləyər 40.
Y2-yə görə sürəti 0,3 mol bölünsün litr vurulsun saniyədə 10 saniyəcən 2 litrlik qabda baş verən reaksiyada neçə mol X3 alındığını tapın. Y-ə görə reaksiyanın sürəti 0,3-dür. Onda Y3-ə görə reaksiyanın sürəti nə qədər olacaqdır? Baxın, 3-ə 2-dirsə, 0,3-ə də A yazaram. A da bərabərdir 0,2. Yazırıq 0,2 Y3-ə görə reaksiyanın sürəti. Nə qədər alındığını bilmirəm. Yazıram X. Aşağıya da 10 vurulsun 2. X də buradan bərabərdir 4-ə. Yəni sürəti tapdım. Bu sürəti də burada moldur da. N bölünsün T vurulsun V. Budur üstə əsasən getdim. 50 elektronu var. Deməli X üstə gəlinsin 8 vur 4 çıxılsın -2 bərabərdir 50-yə. X də bərabərdir 16. 16-dırsa bu 3s2, 3p4-dür. 3-cü dövrün əsas yarım qrupudur. 2 dənə cütləşməmiş elektron var. Valent elektron sayı 6 dənədir. Bütün elektronların sayından 10 vahid azdır. Bütün elektronlarda 1-3. Düzdür? 1-3. S elektronları 8-dir. S elektronu 8-dir, 6 dənədir. 1s2, 2s2, 2p6, 3s2, 2, 2, 6. Hansı polyar kovalent rabitəli birləşmədir? Yalnız polyar. Burada qeyri-polyarımız da var. Ona görə bunu çıxdıq. NH3. O2-də qeyri-polyar var. Bunu da çıxdıq. CO2-də yalnız polyardır. Bunu götürürük. Kalium OH-da yalnız polyardır. 2, 4, 2, 4. Burada kalium daxil iyonda var. Ona görə yalnız 2, 4. Kimya rabitə mərkəməsində iştirak edən elektronların sayı. CO2 molekulunun quruluşu belədir. Bizdə burada 4 rabitədirsə 8 elektron. CO molekulunun quruluşu 3 rabitə 6 elektron. NH3-də azot 3 dənə rabitə 6 elektron. H2O-da 2 rabitə 4 elektron. O2 2 rabitə 4 elektron. Ona görə cavab belə olar. Burada 35 protonlu elementin normal halda cütləşməmiş elektron sayı 4s2, 3d10 30-dur. 4p5. Normal halda cütləşməmiş elektron sayı P-dəki bir dənədir. 1. Dövr sistem cədvəlində dövrün nömrəsi 4-cü dövr. 7-ci A yarım qrupu. 7A. Çünki 3D10 olubsa artıq buranı nəzərə almırıq sıra nömrəsini tapanda. Uyğun qısa elektron formulu -2, -1, bu olacaq xlor -3. Xlorun -3 olduğu elektron konfigurasiyasını yazacağıq. Xlor normalda 17-ci elementdir. Bu 3s2, 3p5-dir. Elə yazacağıq ki, 3 tək elektron olsun. 3s2, 3p4 yazsaq, bir dənə tək elektron. 3p, 3d1. Deməli, -3. 3s2, 3p4, 3d1. P'dən 2 dənə tək elektronumuz var. D'dən də 1 dənə. Xlor 2O7-də xlor -7-dir. -7-də tam həyəcanlanmış formadadır. 3s2, 3p3, 3d2 uyğun gələcək. Qrafikə əsasən M artıq qalan hidrogen molunu tapın. H2 üstə gəlinsin O2. Əmələ gəlir 2H2O. Suyumuz M qram alınır. Hidrogenin məyin hissəsi sərf olunub, oksigende 16 qram. Əgər 32-dirsə, 32 qramdan 18 vurulsun 2 qram əmələ gəlsə, 16-ya da M bərabərdir 18-ə. Artıq qalan hidrogen də deməli nə qədər sərf olunubdur? 32 ilə 2 mol sərf olunur. Yəni 4 qram. 4 qram sərf olunur. 16-ya da X yazsaq, X də bərabərdir 2 qram sərf olunacaq. 16-dan da 2-yə düşdüsə, yəni 2 qram sərf olunursa, 14 qram hidrogen qalır. Bu da bizə 7 mol verir. Cavab olmalıdır 7.